Berlində gəzərkən adı çoxlarına tanış olan bir təhsil müəssisəsi ilə qarşılaşdıq. Məşhur Humboldt Universitetinin binasıdır. 1810-cu ildə qurulan elm ocağının 37 mindən çox tələbəsi var. Maraq üçün 210 yaşlı universitetin əsas binasına daxil olmaq istədim və görün nə ilə qarşılaşdım. Əsas binanın qapısına doğru yaxınlaşıram. Deyirəm görən mühafizə zat qarşılayacaq da məndən və qapı öz-özünə açıldı avtomatik olaraq. Adam az qalır qapıya təşəkkür edirəm və çox sağ ol, Allah köməyin olsun. Gəldim içəri, bir inni cinni yox. Nə var, içəri belə sərgi kimi. Adamlar rahat girib çıxa bilirlər. Burada işləyən müəllim heyətidir, tələbə heyətidir. Gəlir, mən də onlarla bərabər hələ mənə yol da verirlər. O ki, qapıda soruşmadı, səndən göstər görüm tələbə biletini. Sən bura nəyə girirsən? Kimin dalınca gəlibsən? Belə söhbət yoxdur burada. Berlində Maksim Gorki adına teatr binasına da rast gəldik. Lakin qarşısındakı posterdən heç nə başa düşməyib yolumuza davam etdik. Berlində hara baxırsan tarixdən bir parçanı görürsən də. Hara baxırsan tarixdir. Qəribə sakit şəhərdir. Elə bil 40-cı illərdən addımlayırsan, 17-ci əsrdən 18-ci əsrin içindəsən. Maraq üçün bildirim ki, bu tarixi Alman şəhərində 4 milyona yaxın insan yaşayır. Əksəriyyəti yəqin ki, normal evlərdə, bəziləri isə bax belə çadırlarda. Burada da evsiz adamlar, çadırlarda yaşayan, yatan adamlardır. Berlinin kənarlarından fərqli olaraq mərkəzi küçələri çox təmizdir. Hətta burada zibil qabları da fərqli şəkildə dizayn edilib. Yazılar falan eləcən reklam lövhəsidir. Yəni o zibil qabı kimi görünmür də kənardan, fikir verin. Almanlar dəqiq millətdir deyirdilər. Lövhədə qeyd olunur 1 dəqiqəyə çatır qatar. İndi onu test edirəm, görüm 1 dəqiqə tamam olanda qatar çatacaq yoxsa yox. Almanları səhv çıxartacağam indi. 1 dəqiqə tamam oldu. Gözləyirəm gəlib çıxmır. Hanı da hanı? Yox, gəldi. Adam üstə Allah var, gəldi. Berlin səyahətinin növbəti hissəsində sizə buradakı media qurumlarında gördüklərimi göstərəcəm. İzlədiyinizə görə təşəkkürlər.